Elə içəri girəndə onun şəlpə qulaqlarının o şəkildə qalxmağından professional bir həyatçı olduğunu bilməli idim. Çünki barmağımı dişləyib əlimdəki yeməkləri alıb qaçdılar. Eşidəndə ki, Varşavada belə bir mini zoo var və içəridə bir çox maraqlı heyvanlarla vaxt keçirmək mümkündür. Dedim ki, gedib 1-2 saat stres atsam lap yerinə düşər. Xatırladığım qədərilə içəri giriş bileti 38 lot idi və istəsəz hər heyvanın ağız dadına uyğun fərqli yeməklər satın alıb onları bəsləyə də bilirdiniz. Bu arada Varşavada yaşayanlar və bura getmək istəyənlər olsa, rəydə Dovşan sözünü yazsın. Buranın adresini və detallar da daxil olmaqla bu günə qədər Varşavada getdiyim maraqlı yerləri yığdığım faylı sizə direktdən göndərim, gedin gəzin. İçəridə həqiqətən də çox fərqli və maraqlı heyvan növləri var idi, amma mənim ən çox sevdiyim böyük boy banni dovşanlar və ferretlər oldu. Çünki həddindən artıq çox yaramaz idilər. Ümumiyyətlə ferretləri əldə saxlamaq mümkün deyil idi. Yerində dinc durmur, adamın cibinə girib köynəyin qolundan çıxır. Bir də gördüm başına dırmaşır, oynayıb yorulub, sonra da gedib 18 saat yatırdılar. Ümumiyyətlə yatmadığı vaxtı tapa bilsəz həqiqətən şanslısınız. Heyvanlara toxunmaq isə həqiqətən çox rahat idi, çünki həm zərərsiz idilər, həm də artıq insanların onları bəsləyib oxşamasına öyrəşiblər. Bu səbəbdən bir çox valideyn hətta öz övladlarını da gətirmişdi. İçəridə 1-2 dənə zərərli heyvan olsa da demək olar ki 90% tamamilə təhlükəsiz idi. Zaten bunun haqqında bələdçidən və heyvanların qəfəsinin üzərindəki plakatlardan məlumat almaq mümkündür. Mən hətta o fıs-fıs tarakanları da əlimə aldım və siz onlara toxunmağa cəsarət eləyə bilərdiniz.